Salam, bugün sizlərə əllərdə əsmə, tremor haqqında məlumat verəcəm. Əllərdə əsmə, yəni tremor, əzələlərin istəmədən ritmik şəkildə yığılması nəticəsində yaranan titrəmədir. Bəs tremorun hansı növləri var? Fizioloji tremor, Parkinson tremoru, esensial tremor, intensiyon tremor, postural tremor, psixogen tremor, hər hansı bir dərmana bağlı tremor. Bəs bu zaman, əllərdə əsmə zamanı nevroloqun verəcəyi suallar hansılardır? Əllərdə əsmə, tremor nə zaman başlayıb? Əsmə hərəkət zamanı, yoxsa istirahət vaxtı daha da çoxalır? Əsmə bir əldədir, yoxsa hər iki əldədirmi? Ailədə varmı və dərman qəbulu varmı? Əgər hər hansı bir səbəbdən əllərdə əsmə müşahidə edirsinizsə, vaxtında nevroloqa müraciət edin. Hər zaman sağlam olun. Sizin nevroloq Doktor Jalə